mən burada dövlətin suyundan istifadə etmişəm. Amma mənim bu sayğacım nə sistemə oturmayıb, nə bu sayğacda kod qoyulmayıb ki, mən bu dövlətin işlətdiyim suyun borcumu, belə söyləyim, hansı koda ödəyim, yəni çaşbaş qalmışam. Şirvan şəhər sakini Eynalov Əhdiyə Kanal 21-ə müraciət edərək Şirvan şəhər su kanalı idarəsindən narazılığını bildirib. Vətəndaşın sözlərinə görə o 2024-cü ilin avqust ayında Xəqani 44 ünvanında başqasının heyətindən bölünüb satılan torpaq sahəsini alıb və daha sonra su xəttinin çəkilməsi üçün Şirvan şəhər su kanalı idarəsinə müraciət edib. Eynalov Əhdiyənin bildirdiyinə görə bunun üçün 150 manat ödəniş edib və su xətti çəkilib. Lakin vətəndaş iddia edir ki, 2 ay əvvəl idarədən gələn əməkdaşlar ona mövcud su sayğacının olmasına baxmayaraq yenidən asan xidmətə müraciət etməli olduğunu, 170 manat dövlət rüsumunu ödəyərək su üçün abonent kodu almalı olduğunu bildiriblər. Şikayətçi bu tələbin anlaşılmaz olduğunu deyir. Onun sözlərinə görə məsələ ilə bağlı Şirvan şəhər su kanalı idarəsinin rəhbəri Fərhad bəy müraciət edərək problemin həllini istəyib. Ancaq ona bildirilib ki, quraşdırılan sayğac su kanalı idarəsi tərəfindən deyil, başqa podratçı şirkət tərəfindən qoyulub və bu səbəbdən abonentləşmə üçün yenidən prosedur tələb olunur. Vətəndaş isə bu yanaşmanı tənqid edərək bildirir ki, su kanalı idarəsinə rəsmi müraciət edib, ödəniş etdiyi halda həmin müraciət əsasında quraşdırılan sayğacın sonradan başqa podratçı şirkətə aid edilməsi anlaşılmazdır. Daha ətraflı şikayətçinin öz dilindən dinləyək. Mən Eynalov Əhdiyə Namaz qızı, Şirvan şəhər sakiniyəm. Mən Xəqani 44 ünvanından həddən bölünüb satılmış torpaq aldım və həmin ünvana da, mən göz aldığım torpağa da ünvanına Şirvan şəhər su kanal idarəsinə gedib müraciət edərək su çəkdirdim 2024-ün avqust aylarında. Mən suyu çəkdirəndən sonra, müraciət etdikdən sonra hətta oraya 150 manat pul ödədim. Ondan sonra gəldilər oranın əməkdaşları, burada mən üçün şotçuk quraşdırdılar, sayğac belə söyləyim. Sayğaca da quraşdırıblar və sayğaca illər ərzində kod qoyulmuyor. Yəni, məlum məsələdir ki, burada da görürsünüz, sayğaca kod qoyulmuyor. Və bu ilin də 2 ay bundan öncə gəlib mənim suyumu kəsirlər. Gördüyünüz kimi su da kəsildi. Hal-hazırda mən bu sudan istifadə edə bilmirəm. Səbəbin gedib soruşanda su kanal idarəsindən ki, niyə bağlamışıq? Mənə bildirdilər ki, o biz tərəfdən yox, asan xidmət tərəfdən yəni çəkilməliymiş. İndi belə bir sual verir ki, 2 il bundan öncə bu su kanal idarəsindən müdiri Fərhad müəllim demək, o oturduğu